Həmişə düşünürdüm, hər kim zindəgimə varid olur, gərək həmişəlik qala. Şayad ona görə idi, heç vaxt zindəgimin adamlarından narahat olmazdım və səy eləyərdim onlara səngə tamam qoyam. Düşünürdüm onları gərək hər qiymətə saxlayam. Hətta o qiymətə ki, tamam vaxtımı onlara sərf eləyəm və enerjimi xərcləyəm. Dəfələrlə olurdu ki, davranışlarından, sözlərindən və düşüncələrindən inciyərdim. Amma sükut eləyərdim ta onları həyatımda saxlayam. Hər nə qədər keçirdi, daha çox özümdən fasilə tapırdım. Hətta əgər müqəssir deyildim, özümü məhkum edirdim, ta onlar zehnimdə qaralmayalar. O qədər onlar kimi düşündüm ki, daha özümdən heç nə qalmadı. Kamilən dəyişmişdim, amma bu dəyişikliyə dözürdüm. Təfavütların və yanlışların görürdüm, amma özümü tozih edirdim. İnciməyimi gizləyirdim və özümlə deyirdim, gərək həyatımda olalar. Amma həmişə o cürdür ki, bir gün bütün dözümlər sona çatır. Bir gün gözümü açdım, gördüm nə mənə bir kəs qalıb, nə daha özümüm. O gün idi ki, başa düşdüm, insanları hər qiymətə saxlamaq iştibahdır. Hamı qalmaq üçün gəlmir. O adam ki qalır, cinsi başqalarından fərqlidir. Saxlamaq üçün məcbur deyilsən özünü dəyişəsən. Başa düşdüm ki, insanları saxlamaq üçün gərək özünü ayaq altında lehələməyəsən. İnsanlar gərək ürəkləri ilə qala, nə cismləri ilə.